arzusu şəkilçisi yoxdur. Yaranmasında yatki şəxs sonu olaraq yaranmasında şəxs şəkilçiləri iştirak edir. Məsələn, əmr şəkli nədir? Bir də yazırsan ki, əmir, xahiş, tövsiyə mənaları bilir. Əmir, xahiş, tövsiyə mənaları bilir. Yaranmasında şəxs nələr işlərini edir? Fakt şəkilçiləri iştirak edir. Yazıram ki, dərslərini yaxşı oxu. Tez buna gəl. Bax, əmr şəklində feillərdə səni yaxşı oxu. Tez bura gəl. Əmr eləyir də. Bəli. Aha, sabah məktəbdən 5 qiyməti al. Al. Əmrdədir. Biz buna məsələn şəxs şəkilçilərdə artıra bilərik. Dərslərimizi nə bilim, mən gəlim, yenə də əmrdədir, yenə də əmrdə ilk şəxs şəkilçisi qoşulur. Burada belə bir şəkilçi yoxdur əmrdə. Keç şeyə, arzu şəkli yaz, arzu. Arzu şəkli. Yox ki, hərəkətin icrasının arzu olunduğunu bildirir. Yaz şəkil. A üstü 2, bir də ya üstü 2. A ya. Hərəkətin arzu olunduğunu bildirir. Şəkildə qeyd elə bunu. A üstü 2, mötərizə ya üstü 2. Yazıram ki, daş, təkin, qarı, gərək, kaş, qarı, gərək, arzu əzaqları ilə də işlənir. Deyirəm ki, kaş bilə. Bax indi bura. Dil sözünə dilə qoşulub. Arzu, daxı şəkilçisi. Bu üstdəki arzu daxı. Həm şəkilçisi var, həm də arzu daxı. Deyirəm ki, dərslərini yaxşı oxuyam. Dərslərini yaxşı oxuyam. Oxu sözünü kökü. Yarışa bitməsi. Arzunun şəkilçisidir, bəli. Oxuyam. Arzu edir də. Deyirəm, kəş dərslərini yaxşı oxuyam. Həm cümlədə tapa bilməyən də tez kaşı əlavə elər bəlinə. Bax, bura kaşı artıraq tez, bax. Kəş dərslərini yaxşı oxuyam. 5 qiyməti ala. Al yox ha, al olsa əmirdir, ala. Kaş 5 qiyməti ala, tez boşal səhvlərlə. Bu da arzu şəklidir. Bax, şəxs şəkillərini görəndə çaşma. Deyir ki, kaş biləsən. Bunu görəndə çaşma. Bil sözün kökü, A-əs, qrammatik, san sən nədir bu? Şəxsisi də bu, sən biləsən. Səndir də bu, sən biləsən, kaş sən biləsən. San sən neyindi? Ən birinci şəxsindəkidir, sansızdan ikinci, bir da üçüncü. Bitirmə özü. Buna baxma. Əsas bu A-əni gördüyüm burada. Kaş biləsən. Kaş biləsən. İnkarı neylə düzəlir? Yenə mənə. Mənə, bəli, yox. İnkarı mənə düzəlir.
hərəkəti vacibliyi bildirir. Hərəkətin vacibliyi bildirir. Cəld ol biraz. Hərəkətin vacibliyi bildirir. Şəkilçisi budur. Yaz şəkilçisi. Malı üstü 2. Malı əlim. Məsələn, getməliyəm. Get sözün kökü, malı əlim. Qrammatik. Yəmdəki nədir şəxs sonluğu? Getməliyəm. Bax, y bitişdiricidir, əm də şəxs sonluğu. Y bitişdiricidir. Getməliyəm. Gəlməlisən, bax, vacibdir. Elə deyirəm ki, sən dərslərini yaxşı oxumalısan. Vacibdir bu, imtihandan keçməlisən. Vacibdir, malı mənim. Bax, bu şəkilçidir, malı mənim. Yaxşı, hətta qalacaq, vacib şəkilçidir, malı mənim. Yazdın? Nasıl yazıram diye kastetmiştim. Yaz, inkarı mamər həm də tek sözü ilə düzəlir. Deyirəm ki, getməliyəm. Burada yazıram. Məməliyəm. Getməməliyəm. Bir də deyirəm ki, getməli deyil nədə düzəlir. Vacib şəklinin inkarı mamər, bir də deyil sözü ilə düzəlir. Yadda saxlamalısan. Kes aşağı. Bir də bunun sualları nədir? Nə etməliyəm, nə etməlidir, nə etməlisəm, nə etməlidir, nə etməliyəm. Kes lazım şəklinə. Yaz lazım şəkli. Lazım şəkli. Aha. Yaz bilən ki, hərəkətin icrasının lazım olduğunu bildirir. Yaz indi şəkilçisi. Şəkilçisi budur. Ası üstü 2. Ası səsi. Ası üstü 2. Like verərsən ha. Ası üstü 2. Ası səsi. Deyirəm ki, gedətçiyəm. Baxa, get, özün kökü. Ası əsiyə bax, qrammatik. Bu da yap. Yəni də şəxs olmalı. Yaptıq. Ası əsi ölür. Gedəsiyəm, görəsiyəm, oxuyasıyam. İnşaatı yalnız deyil sözü ilə düzəlir. Daha namə yoxdur. Gedəsiyəm. Gedəsi deyiləm. Gedəsi deyil. Daha gedəsiyəmə getməyəyəsiyəm deyə bilmirsən. Yazırsan, inkarı yalnız deyil ilə düzəlir. Yox, namə yoxdur daha burada. Yazdım. Aha. Yaz şərt şəkli. Şərt şəkli. Deməli, hərəkətin icrasını müəyyən bir şərtə bağlayır. Hərəkətin icrasını müəyyən bir şərtə bağlayır. Şəkilçisi hansıdır? Bax bu. Yaz şəkilçisi. Sahsə. Sahsə. Hareketin icrasının müəyyən bir Sahsə bağlanır. Şəkilçisi sahsə. Məsələn, sualları nə etsən, nə etsə və sair suallarına cavab verir. Nə etsə, nə etsən. Məsələn, deyirəm ki, dərslərini yaxşı oxusa, onu parça aparacaq. Gördün baş şərt versin. Dərslərini yaxşı oxusa, oxu sözün kökü, sahsə. İşte yaptın ki,
işlənəm. Əgər hərgah bağlayıcılarından yox. Yaz xəbər şəkli. Xəbər şəkli. Profillər də çıxartma, şəkillər də çıxartma aradan. Qaldı zamanlar, bir də indi iymiş zamanlar eyni anda keçəcək. Bir dənə vaxt deyib, araya salıb, deyib, bağlama məqsəd deyib, səsdə keçsəm, yox. Gələn dərsə bunları sıxışdırsam, iki yerə qırdım, sən də deyil. Bax, indi xəbər şəklinə. Xəbər şəkli nədir? Ya, xüsusi şəkilçisi yoxdur. Deməli, bu nə yaranır? Belə yazırsan. Zaman şəkilçisi üstəyə şəxsonluğu. Zaman şəkilçisi üstəyə şəxsonluğu. Bax, səhviyyə. Diqqətlə qulaq as. Xəbər şəkli asandır. Əgər bir sözdə zaman varsa, o fiilin xəbər şəklindədir. Şuhudi keçmiş zamanın şəkilçisi nədir? İdiydi. Yox, ıldi. Elə sözün içindədir, şuhudi. Deyirəm ki, yazdır. Yazdı sözündə, yaz sözündə gedir. Hansı zamandadır? Geçmiş zamanda. Deməli, burada zaman şəkilçisi gördük. Bu fiilin hansı şəklində olacaq? Xəbər şəkli. Xəbər şəklində. Var. Aha. Bir devam deyirəm ki, oxu, Yenə xəbər Ayır. şəkli olur. Oxu sözün kökü. Bundakı qrammatik. Nədir bu mu? Şəxs sonluğu. Yəni mən oxudum. Zaman üstəgəl şəxs sonluğu. Bu da xəbər. Yaxşı. Ən asandır. Xəbər şəkli varsa, zaman da bu xəbər şəkli. Ancaq sən öyrənməlisən. Çox xahiş edirəm səndən. 9-da kimi eləmə. Hər sorğunu keçiləndə öyrəndin. Öyrənmədin, apar turma pişib tutardı. Bir də təzdən bir şeylə yaz olmayıb. Yəni ki, hər şeyin öz vaxtı zamanı var. Yaxşı? Mən bu jurnallara da demişəm. Bir də onlara hörmət eləyib, daha imtihana geçəcəklər, şans verib, ikinci gün demişəm ki, feyli bir də soruşacağım. Yox, bilən bilməyən getdi. Öz əsas mövzudur. Belə eləmə, yaxşı oxu, dəftəri qoy qabağıma, başa düşür yox. Qaranlıq qalan nəsə oldu, denən bir də izah edeyim. Nəsə çətinlik gələn hara oldu sənə? Geçdiyinə Rahat. Başa düşməyəndə denən o yeni bir dəfə deyim sənə, problem yox. Yaxşı, inşallah bura qədər anla, başa düş. Bax, növlərdə neyi qarışdırmayacaqsan? Növlərdə bunu qarışdırma. Əsas şəkilçiyə baxırsan birinci. Birinci şəkilçiyə baxırsan. Bir dənə tulla qaydışı tapanda şəkilçiyə baxmayacaqsan. Niyə görə? Çünki Sözün şəkilçiyə mənasına baxacaq. qalanlarında əsas şəkilçidir. Deyir, hava qaraldı. Götürün yazır qaydışı. Ayrıla qaydışın şəkilçisi ı-ın-ı-n. Qaraldı sözündə hanı ı-ın-ı? Yox, baxır. Sözün kökü qaradır. Lı qalır qıralda. Qaraldı. Lı təsdir. Qaydışda lı var, yox, ı-ın-ıdır. Sən məlum götürürsən. Deyir ki, hava, deyirəm, nə dəxlisi var? Olmaz da olmaz. Götürmə, sən bu kitabına yazmamışam ki, bunu alimlər yazdı, Azərbaycan alimlər yazdı. Bu deyir, götür də. Götür ki, şəkilçiyə baxırsan. Bax, yox. Şəkilçi, ancaq şəkilçiyə baxırsan,
Qutardı getdi. Məktublaşma. Məktublaşma məlum nöqtədir.